Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatu və salamı olsun demişdir. Qiyamət günü 3 sinif insan ilk sorğu-suala çəkinənlərdən olacaq. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: bu nemətlərin müqabilində nə etmisən? O, sənin yolunda vuruşub şəhid olmuşam deyə cavab verəcək. Allah isə ona belə deyəcək: yalan danışırsan, sənə qəhrəmandır desinlər deyə vuruşmusan. Ona da artıq nail olmusan. Sonra əmr olunacaq və onu üzü üstə sürükləyib cəhənnəmə atacaqlar. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın hüzuruna gətiriləcək və Allah ona nəsib etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: bu nemətlərin müqabilində nə etmisən? O, sənin xatirinə elm öyrənib onu insanlara öyrətmişəm və çoxlu Quran oxumuşam deyə cavab verəcək. Allah isə ona belə deyəcək: yalan deyirsən, sənə alimdir desinlər, həmçinin qaridir desinlər deyə elm öyrənmisən, Quran oxumusan. Ona da artıq nail olmusan. Sonra əmr olunacaq və onu üzü üstə sürükləyib cəhənnəmə atacaqlar. Sonra dünyada zəngin olmuş bir adam Allahın hüzuruna gətiriləcək və Allah ona verdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: bu nemətlər müqabilində nə etmisən? O, var dövlətimi sənin yolunda xərcləmişəm, sənin buyurduğun yerlərə sərf etmişəm deyə cavab verəcək. Allah isə ona belə deyəcək: yalan danışırsan, sənə nə səxavətli insandır desinlər deyə malından xərcləmişsən. Ona da artıq nail olmusan. Sonra əmr olunacaq və onu üzü üstə sürükləyib cəhənnəmə atacaqlar. Digər rəvayətdə belə əlavə var: sonra Allah elçisi ona Allahın salavatu və salamı olsun dizimə vurdu və ey Abu Hureyra, bu 3 nəfər qiyamət günü Allahın yaratdıqları içində cəhənnəm odunda yanan ilk kimsələrdir deyə buyurdu. Muslim 527 1905-ci hədis.